Müğənni Çinarə Məlikzadə ilk dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ona dediyi sözü açıqlayıb. Müsavat.com-un xəbərinə görə sənətçi qeyd edib ki, o Türkiyə prezidentinin sevdiyi mahnını ifa edib. Gülüstan sarayında baş tutan tədbirdə "Bana hər şey səni hatırlatıyor" mahnısını oxudum. O mahnı Rəcəb Tayyib Ərdoğanın sevdiyi mahnıdır. Mahnını ifa etdikdən sonra Türkiyə prezidenti yaxınlaşdı və dedi ki, sevdiyim mahnını oxudun. Laçında 28 may Müstəqillik gününə həsr olunmuş konsertdə də ifa etmişdim. Onda da demişdi ki, sevdiyi mahnıdır. Əməkdar artist Yusif Mustafayev ünvanına yazılan mənfi rəylərdən danışıb. Müğənni Günə Bax proqramında rəylərin ona pis təsir etdiyini deyib. Zəmanə həmin zəmanədir, günəş həmin günəşdir, amma telefon çıxardanın evini Allah yıxsın. Məni qocaldan yazılan rəylərdir. Mən qocalmazdım. Deyin ki, niyə oxuyursan? Heç bilmirəm. Balalarım deyir ki, ata, girmə bunun içinə. Yanıram, çalışam hər yerdə nümunə olum. Həyatda olmayanda ailəmə deməsinlər ki, baban belə idi.